Bu ayda insan başa düşər ki, hansı məqamlara çata bilər, hara gedib çata bilər. İnsan test eləyə, özünü tanıya, özünü tanıyan insan xoşbəxt adamdır. Ki bu ay daxil olub özümü test eləyim. Ki görəsən mən bu ayda, elə bil ki ömrümüzün axır Ramazan ayıdır. Görəsən mən bağışlandım bu ayda, görəsən mənim boynumda hansısa bir haqq qaldı yoxsa yox. Otururlar hərdən cavan uşaqlar, mən görürəm insanlar. Deyir, filan maşının qiyməti nə qədərdir? O deyir, filan qədər. Filan şeyin qiyməti nə qədərdir? Bir ərzaqın qiymətindən danışır, paltarın qiymətindən, saatın qiymətindən. Görürsən, əzbər bilirlər. Bir alim deyirdi ki, bir insan ki, bütün malların qiymətini gözəl bilir, amma öz qiymətini bilmir, o ağılsız insandır. Bir dəfə də soruş görürsən, mən neçəyəm? Mənim qiymətim nə qədərdir? Məni nəyin bahasına Allah alacaq? Nə verərlər mənim bu ruhuma? Adam özü öz qiymətini müəyyən eləyə. Və hədisdə var ki, əl-alimu mən arafə qədrəh və ləm yetəcavəz həddə. Buyurur, alim kimdir? Çox kitab oxuyan yox. Alim o adamdır ki, öz qiymətini bilir, öz qədrini bilir və Allahın təyin elədiyi həddləri aşmır. O həddləri aşmayan çox alim insandır, həqiqəti tanımış insandır. Bu fürsətdir ki, bağışlamaq, Allah dərgahına gedək, gündə bir müddət xəlvət eləyək Allahla. Gecənin bir hissəsində, günün bir hissəsində Allahla öz dərdimizi bölüşək, Allahdan bağışlanmaq istəyək. Ramazan ayının bir faydası budur ki, insanı nizam-intizama öyrədir. Nizam-intizamdır ki, insan yeməyinin vaxtını müəyyən eləyir. Səhər hansı vaxtacan yeməliyəm, axşam nə vaxtdan sonra yeyə bilərəm. Namazların vaxtında qılır Ramazan ayında. İstər-istəməz insan çalışır cəmaatla qılsın, vaxtında qılsın və bu insanı müəyyən bir nizama öyrədir. Dördüncü xüsusiyyəti Ramazan ayının bu olmalıdır ki, insanın ürəyindən küdurəti çıxartsın. Kin-küdurət bu ayda ürəkdən getməlidir, qəlbdən çıxmalıdır. İnsanların ürəyində bir-birinə qarşı kin varsa, o xəstə ürəkdir. Bir ürəkdə ki, möminin kini var, bir ürəkdə ki, möminə qarşı kin var. Qoy günahkar mömin olsun, qoy lap bir-birinə zülm eləyib, amma o kin ürəyə düşdüsə, ya kin çıxmalıdır, ya da imanı zəiflədəcək. Ona görə də bu ay kinin zəiflədiyi aydır. Hədisdə var ki, Peyğəmbər buyurur, 3 dəstə insan var, səlasətun, 3 dəstə. Onların namazı buyurur, bir vəcəb də yuxarı qalxmır. Bir vəcəb də yuxarı qalxmır. Yəni, elə qılınan kimi qayıdır özünə. Heç yuxarı qalxmır o insanların namazı. 3 dəstə insandır. Birincisi, rəculun əmma qavmən və hum ləhu karihun. Buyurur, o kəs ki, bir dəstə insana, bir qövmə rəhbərlik eləyir, amma onların razılığına əsasən yox. Cəmaat istəmir, amma ona rəhbərlik eləyir. Bir dəstə insana, 5 nəfər insana, 100 nəfər insana, 100 min insana, bilməm nə qədər insana, bir adam o cəmaatın iradəsinin əksinə onlara rəhbərlik eləyir. Allah onun heç bir salih işini qəbul eləməz. İkincisi qadındır. Yatır, bir halda ki, əri ondan narazıdır. Əri bir qadından, həyat yoldaşından narazıdırsa, onun elədiyi ibadətlərin heç biri qəbul olunmaz. Heç biri qəbul olunmaz. Ərin rizayətini, həyat yoldaşının rizayətini düşünməli. Bu barədə mənim ürəyim doludur. Ümumiyyətlə, mən elə düşünürəm ki, qadın-kişi münasibətləri bu mömin cəmiyyətində tam lazımi şəkildə qurulmayıb. Qadın-kişi münasibətləri, qadınların, dindar, inanclı qadınların dinə, həyata yanaşması, dini məsələlərə yanaşması, bu mövzuya mən daxil olmuram. Qısası, ikincisi o insanlardır, o qadınlardır ki, Allah onlardan narazıdır, o səbəbdən ki, ərləri onlardan narazıdır. Və üçüncü, əxavani mütəsariman, iki qardaş, mömin qardaş ki, bir-birindən küsülüdür, bir-birindən danışmır. Səbəb fərqi yoxdur. Hansı səbəbdən olursa olsun. Bir-biri ilə küsülü insanların heç birinin Allah ibadətini qəbul eləməz. Özdə bu məsələdə haqlı, haqsız tərəf yoxdur. Keçən dəfə dedim. Haqlı tərəf neynəsin? Deyir, getdinə zalim mənəm. Getdinən zalim mənəm, məni bağışla. Burada haqlı, haqsız tərəf yoxdur. İki mömin bir-biri ilə küsülüdürsə, haqlı, haqsız axtarmazlar. İkisi də müqəssirdir, ikisi də təqsirkardır və bu ayda da ibadətlərin qəbuluna
mane olar. Bu ayda insanların qəlbi bir-birinə yaxınlaşmalıdır. Bax, bu məclislər təşkil olunur, cəmaət namazları qılınır, möminlər bir yerdə olur, qəlblər bir-birinə yaxınlaşır. Ramazan ayında mənəmçilik də zəifləyir deyə, axı insan özü ilə mübarizə aparır. Bütün İxtilaflar nədən yaranır? Məndən, mən deməkdəndir. Bütün ixtilafların kökü mənafidir.